Yazık olanlar, değerli misafirler, sizlerin her birinizi sağlığıyla hoş geldiniz. Böyle tecrübelere göre sizlerden dönüşümüzü istediği bizden asıl olmayan sebeplere göre biraz tecrübeler yaşadık. Bugün çoktan bizim puanlaştırdığımız bu mahiyeti hayata geçirmek için burada toplaşmışız. Ve çok sevindiğimiz bir halde ki biz bunu daha teşkil ededik. Çünkü biz bu görüşün afişasını paylaşanda herkes kabinetlerde yazırdı ki, yorumlarda qeyd ki bizim rayonumuza da gelen herkes öz rayonuna dəvət edildi və bu mikrorayon serialının yarancı heyətini belə deyək, ilk səfəridir ki, paytaxtdan başqa ilk səfəridir ki, onlar birinci dəfə qafa gəliblər və onu da burada təşkil etməyin sevincini, qururunu yaşayır. Burada baxılan əksəriyyətiniz bunu başa düşürəm ki, serialın izləyicilər, siz hər bir serialı izləmişsiniz. Təbii ki, izləyənlər də var, hal-hazırda izləməyənlər də var. Onları da şiddətlə tövsiyə edərdim ki, mütləq şəkildə serialı izləsinlər. Çünki çox maraqlı mesajlar olan çox gözəl bir ekran işidir. Elə sözü ki, uzatmaq istəyirəm. İstəyərdim ki, ilk olaraq serialın qısa treyleri birlikdə baxaq, ondan sonra yarancı heyətini birlikdə səhvəşə şəhət edilir. Akademik hava kazanıqdı. Mesajına mesaj. Yok. Açık. Mesela yanına gel. Adildi de o. Kazım'ı dövüyor. Kazım'ı torpağa Teşekkür ederim. Zəhmət olursa şımarı yanına, biraz da sizlərdən xahiş biraz səssizliyə riayət edək və bu iki təlimin keçirilməsində əlbəttə ki, zəhməti olan şəxslərdən olaraq təşəkkür bildirmək istəyirəm elə başda icra etdi Elif Paşayev olmaqla bizim bu təşəkkür. İndi Eltəkir Eytəkir xan gəlir. Bizə dəstək oldu və İdman Gənclər sektoru üzrə rəhbəri Elin Əsmov, Elin bəy, salamlayaraq sizi. Arzu xanım, sizə təşəkkür edirəm ki, hər daim bizlərə öz qapılarınızı açmışsınız. Mədəniyyət Mərkəzinin dəyərli kollektivi, Gəmanət xanım, Dinarət xanım, sizlərə də salamlayaraq. Çox sağ olun ki, bu iki gün tədbirimizdə iştirak edirsiniz və əziz gənclər, mən sizlər hər bir daha salamlayaraq və istəyirəm ki, başlayaq. Təqdimat mərasimiyle gəlin başlayaq və mən sizə bir şey xahiş edəcəm ki, hər kəsin alını çəkəndə bir gürültülü almışlar ki, böyle onlar da həvəslənsin. İlk olarak mikrorayon serialını baş müdərcisi Sevinç Əliyeva dəvət edirlər. Təbii ki, sizlərin yavaşlarıyla. Mikrorayon serialı komşu rejissörü Konu Əskər. Mikrorayon serialında Gökhan karakterini canlandıran
bitiren sıralarını başrol ifaçısı, Nazım Oblası'nı çalanlar, bitiren sıralarında Rauf karakterini canlandıran bizim her birimiz, benim dostum,